Əgər biz canlıların deyir hamısının günahlarına görə cəzalandırsaydıq, yer üzündə bir canlı qalmazdı. Enerjisi olmayan insan pul qazana bilmir. Bizim xoşbəxt, uğurlu olmağımızın açarı ruhumuzun maraqlarına uyğun yaşamağımızdır. Bunu valla təbiətdə bütün canlılar bizdən yaxşı eləyirlər. Heç kimin yanında işte Demir. Başqarab ki, baxacaqlar. Tanrı sənin daxilində olan niyyətlər var, onları eşidir. Orada mənim yerim var. Onlar heç biri pulun nazı gelmir. Onlar pulu düşünməyiblər. Hə. Deməli bizə də şərhlər yazırlar ki, bilmirəm niyə, amma mən bu səhifəni çox sevirəm. İnsanın arxasınca it düşəndə, nə bilim canavar düşəndə, ayı düşəndə o düz divara çıxa bilir. Siz hər biriniz dahisiz. Ən böyük zərbələrdən də bizə əslində müasir dünyanın təhsil sistemi vurur. Sən düşünürsən ki, elə yəqin həyat budur da. Yəni, Tanrısına həqiqətən inanan insan onun heç bir qorxusu olmamalıdır. Allaha qovuşandan sonra insanın hansı arzusu qala bilər ki? O gözümüzdə yaş olmalıdır. Desən indi bunlara dərmansız, iynəsiz sağaldacaqsan, deyirəm, hə. Yox, ağlamağa da qoymurlar. Ağlama. Həyatıma istədiyim hər bir şeyi gətirə bilirəm. Əslində arzulamağın belə yolunu düzgün bilmirik. Hər bir fantaziyanı sən reallaşdıra bilərsən. Ölkədə, dünyada tanınmış idmançılara yoga təlimləri keçirəm. Mənə nazir müavini vəzifəsini təklif elədilər. Enerji həqiqətən insanın sağlamlığıdır. Sabit bəy, enerji və informasiyadan danışaq. Çox gözəl. Bu həqiqətən çox aktual mövzudur. Ümumiyyətcə dünyanın ən bahalı resursu hal-hazırda enerjidir. Deyirlər hətta puldan da önəmlidir. Çünki həqiqətən də biz dərindən düşünsək, yəni enerjisi olmayan insan pul qazana bilmir. Amma əgər sənin vəsaitin varsa, enerjin yoxdursa, sən sanki həyatı belə yaşamırsan. Enerji çox önəmlidir. Biz onu çalışmalıyıq. Var təbii enerji, yaradanın enerjisi. Biz elə insanları görürük, adam yanı qaynayır, bir yerdə durmur. Amma çox vaxt o insanlar işıqlı insanlar. Çox vaxt o insanlar məqsədsiz olduqları üçün həyatda da bir nailiyyətlərə çata bilmirlər. Elə insanları tanıyırıq, ətrafda çoxdular. Baxırsan adam hər yerdədir, amma ortada heç nə yoxdur, necə deyərlər? Fokuslanamayıb da bir yerə. Fokuslana bilməyib, bir yolu tuta bilməyib. Enerji həqiqətən insanın sağlamlığıdır, insanın ailəsinin çox gözəl formalaşmağıdır, onun cəmiyyətdə formalaşmağıdır, onun həyatda uğura çatmaq, bolluq enerjisi, yəni bütün bu şeylər elə-belə deyil. Yəni çox aktual mövzulardır. Biz bu günləri çalışmalıyıq enerjimizi toplayaq. Çünki enerji bizim gücümüzdür. O şarjsız telefon bir müddətdən sonra başlayır sönür, səs kesilir falan. Yəni o insanın şarjıdır. Yenidən, yəni biz təbii yolla onu necə əldə edə bilərik? Səhər yuxudan durma. Çünki Tanrı sənə enerji verir. Bu çox önəmlidir. Sonra misal üçün başqa insanların arxasıca danışmaqdır, bütün bu paxıllıqdır. Bilirsiniz paxıllıq necə enerjini alır? Biz İnci haqqında video çəkmişdik. Deyir ki, onda deyir gedək, deməli biz belə bir fikir demişik orada ki, kim ki içi gəlib incidir, siz incik qalırsınızsa, sizdən ona enerji axır. Bir də yazıb ki, gedək onda hamını incidir, bu olan enerjisi bizə axsın. Mən də qayıt edilmiş ki, baxın ki, o sonda lənətə çevrilməsin. Yəni siz incidə gedəndə biz inciyən tərəfdən danışırıq ki, yəni burax da, bu baş verdi, onun içində qalma. Sən döngəyə sarırsan, o ət çəkən maşının içində fırlaya-fırlaya, özlüyü yiyirsən də o getdi. Sözsüz, balansı itirməməliyik heç bir halda. Başqa bir misal, çox vaxt insanlar keçmişdə yaşadıqları hansısa bir xoşa gəlməz hadisəni illərlə onu
təkrar edərək yaşayırlar. Biz görürük elə adamları. Misal üçün o ad günlərində biraz da içib eyni anekdotu danışır da. Adam yanına illərlə eyni anekdotu danışır. Uje dayı həyat yoldaşı. Eyni tipli zarafat eləyirlər. Həyat yoldaşı utanır. Bu iş digərlə başlayacaq. Ay nə bilim filan ildə mənim pulum olsaydı mən nə bilim mikrorayonda 3 dənə ev alardım. İndi nə bilim və yaxud bilirsiniz mən nə bilim filan illərdə mənə nazir müavini vəzifəsini təklif elədilər. Mən yox dedim. Sonra nə bilim yəni adam oturub öz artıq bəlkə də heç o şeylər olmayıb. Yəni onu danışır, təkrar edir. O ağrını, o bilirsiniz nə qədər bizim enerjimizi alır. İnanılmaz dərəcədə. Çünki sənin beynin yaşayır keçmişdə. Keçmiş artıq oldu, getdi. Sən yeniliyə bax, sən axşa bax. Bu gün səni nə gözləyir öz üzərində işlə. Fiziki hərəkətlər enerjini çox yüksək qaldırır. Biz heç vaxt görə bilmərik ki, idmanla məşğul olan insan qanı qara olsun, ruhsuz olsun, belə həyata qarşı sanki sönük olsun. Yox. Təbii yolla o istəyir müxtəlif idmanlardan söhbət gedir. Əlbəttə ki, onların ən belə şaxı mənim anlayışımda yoqadır. Çünki orada hər bir şey var. Fəlsəfəsi var da. Bəli, mən misal üçün bu günləri çox tanınmış, yəni ölkədə, dünyada tanınmış idmançılara yoga təlimləri keçirəm. Yəni dəfələrlə dünya çempionlarıdır, olimpiya çempionlarıdır. Sadəcə olaraq mən onların adlarını deyə bilmirəm. Çünki onlar reklam olur. Yox, reklam yox. Onlar istəmirlər mən o vaxtda deyim. Çünki ali anlayış ümumiyyətcə Azərbaycanda odur ki, yoga biraz qadınlara məxsus bir fəlsəfədir. Orada siz belə oturursunuz, oxuyursunuz, nə edirsiniz? Qətiyyən elə deyil. Mənim bir dəfə dərsimə düşən o misal üçün idmançı qardaşlar, onlar deyirlər bu nədir belə? Yəni məni qan tər su aparır da. Yəni öyrəşməyiblər. Çünki bir var ki, sən zalda belə rahatsan, gəlirsən 3 patxot, 5 patxot qaldırırsan. Bir də var ki, sən bir ayağın üstündə 1 dəqiqə durursan misal üçün. Və yaxud elə hərəkətlər sən orada güclü fiziki güc tələb olunur. Orada o protein güc belə qollar, belə çiyinlər keçmir. O bir görüntüdür dostlar. Hə, yəni onun başqa tərəfləri də var. Fiziki hərəkətlər ümumiyyətcə insanı şux edir, insanı pozitiv edir, xoşmeyilli edir. İdman ümumiyyətcə həqiqətən çox gözəl bir fəlsəfədir. İnsanların sağlamı, zehni sağlamı, ruhu sağlamlığı, hər bir şey. Məhz ona görə də hər zaman, yəni Azərbaycanda idman dövlət rəhbərləri tərəfindən yüksək səviyyədə təqdim olunub, təbliğ olunub. Ona görə də bizim belə dünyada tanınmış çempionlarımız bütün var. Bütün sahələrdə çempionluğumuz var. Bütün sahələrdə. Yəni idman həqiqətən o misal üçün mən deyərdim ki, cənab prezidentin ən sevdiyi bir sahələrdən biridir. Və ona ayrılan diqqət, ona ayrılan sevgi özü də idmanla məşğul olur da. Bəli, bəli, hər zaman. Bu bir nümunədir. Yəni uzağa getməmək şərti ilə biz elə baxmalıyıq ki, ən uğurlu insanlar, onlar neynirlər özləri? Yəni həyat tərzləri necədir? Vərdişləri nədir? Bəli, onu təkrarlamaqla sən o uğurun heç bir təlimə getməyə ehtiyac yox. Bəli, o uğurun bir tərəfini sanki heç nə etmədən əldə etmiş olursan. Kopyala həyatına daşı. Enerji bu günləri budur. Çox önəmlidir. Səni həqiqətən bolluğa aparan, geniş düşündürən, sənin həyatına istədiyin şeyi. İndi mən ola bilsin daha dərin bu məsələnin mövzunun içində olduğum üçün daha başqa şeyləri başa düşürəm də, anlayıram. Həqiqətən mən bu günləri sahib Xudaverdiyim həyatıma istədiyim hər bir şeyi gətirə bilirəm. Meditasiyalar yolu ilə, zehnimin, şuurumun gücü ilə mən onun üzərində işləyirəm. Yəni bu bir sir deyil. Orada müəyyən açarlar var. Hansıları ki sən əldə edəndən sonra sən başa düşürsən ki, yəni sən istədiyin şeyi əldə edə bilərsən. Yəni, gözəl. Hər bir fantaziyalı sən reallaşdıra bilərsən. Tək o sənə lazım olsun. Bir mənalı burada xoş, pozitiv şeylərdən, duyğulardan söhbət gedir. O rusların bir sözü var, мысли материальны. Bizim düşüncələr maddidir. Həqiqətən də odur.
biz nəyi düşünürüksə, onu həyatımıza gətirə bilirik. Ona görə o sizin çox gözəl bir sözünüz var. Dünənləri mən Instagramda gördüm. Deyirsiniz ki, o belə qara günə pul yığan insan mütləq qara gün gəlir. Həqiqətən bunu çox gözəl vurğulayırsınız. Maşallah. O həqiqətən də elədir. Yəni biz nəyə fokuslanırıqsa, nə sifariş eləmirsən onu da verirlər də. Bir mənalı. Sən bu günləri sifarişlərin olmalıdır. Pozitivlik, mən xoş həyat yaşamaq istəyirəm. Mən uğurlu olmaq istəyirəm. Mən də o falan avtomobili idarə etmək istəyirəm. Nəyə görə də yox? O kimin üçünsə olubsa, deməli mənim üçün də ola bilər. Əslində arzulamağın belə yolunu düzgün bilmirik. Yəni blok qoyuruq qarşısına, mümkünsüzlük bir baryer çəkirik. Yəni insanlar özü çəkilir, düşüncələrində çəkilir, bu mümkün deyil. Düzdür. Baxın, çox insanlar ümumiyyətcə qorxular içində yaşadıkları üçün bu qətiyyən mən yəni qınamıram. Bu normal bir haldır. Biz hamımız travmalıyıq. Yəni travmasız insan yoxdur da. Bizi travmalayırlar uşaq vaxtından, o balaca bağça vaxtından. O uşaqlar bir-birinə deyir ki, bax mənim bantikim böyükdür, sənin bantikin balacadır. Ego onda başlayır formalaşmağa, müqayisə. Orada travmalar var, valideyn travmaları, ailə travmaları, yəni səni qorxudurlar. Bizim cəmiyyət deyir ki, qız gülməz, oğlan ağlamaz. Bilirsiniz, bu sıxılmış duyğulardır. Duyğular bədəndən çıxmırsa, o orada qara forma, yəni formalaşır, o yəni su axar olmayanda da. Dünya görüş tələb olunurdu onu. Bəli, yəni xanım gülər də, nəyə görə də yox. Əksinə xanım gülümsəməlidir, enerjilərini açmalıdır. Onu yəni görsünlər, bəyənsinlər. Burada yəni pis bir şey yoxdur. Həmçində kişi xeylağı, yəni nəyə görə də yəni bu qəlb, ürək səndə də var. Sənin də gözündən yaş gələ bilər. Nəyə görə sənə onu Kişi ağlamaz. Kişi ağlamaz. Yox, yəni Ağlamağa da qoymurlar. Ağlamağa da qoymurlar. Bu əslində baxın, yəni aydınlanma gedəndə insanda bizim mövzular daha maraqlı olur, yəni daha çox izləyirlər. Çünki hər insan, baxın izləyicilər, onlar bilsiz nə qədər suallara cavab tapırlar, öz suallarına. İllər boyu bəlkə də o sualları onlar bastırıblar, çünki cavab tapa bilməyiblər. Amma bu günləri bu böyük bir, həqiqətən də çox savab bir işdir. Çünki yolunu azmış, yolunu bilməyən gözəl ruhlar var. Hansılar ki, bu günləri bu məlumatı əldə etməklə xoşbaxt ola bilərlər. Onlar bu məlumatı başqa yerdə axtarırlar və yaxud baxırlar bu günləri cəmiyyət nə təqdim eləyir. O mənasız blogerlərin, üzr istəyirəm, gic-gic hərəkətləri yıxılır, durur, qaçır, ay nə bilim, o belə zarafatlar. Yəni bu hətta əyləncə forması da deyil də. Yəni bir mənalı bu sənə heç nə vermir. Heç nə, sıfır. Yəni əksinə sənin o biraz biliyini, biraz da zehnini onu da söndürür, geriyə aparır. Sən düşünürsən ki, elə yəqin həyat budur da. Amma elə Belə eləyənlər qabağa gedir. Elə eləyənlər qabağa gedir, mən də elə eləyim. Eləyə də bilmirsən. Sözdə qüvvət həqiqətən də bizə müraciət eləyənlərin indi belə deyim, artıq o görürəm ki, çox sual verir və yaxud da ki, nəyinəsə maraqlanır. Bir-iki dəfə olub ki, demişəm, sadəcə bir doğum tarixlərinizi verin. Astafagor yəqin ki, bilirsiniz, oradan təyin eləmək olur da aşağı-yuxarı ruhun səviyyəsini. Baxmışam ki, hamısı yüksəkdirlər. Yüksək ruhlardır. Hamısı. Hətta bir xanım da bu yaxınlarda yazmışdı. Deməli, pasport vəsiqədə də tarixdə dəyişib doğum tarixini. Deyir ki, bunun mənə təsiri var. Deyirəm, əlbəttə ki, var. Deyim, hansı tarix hansına dəyişib? Deməli, bir tarixdə biraz yüksəkdir, biraz yüksəkdir. O birisi dəyişilən tarix lap yüksəldir. Deyirəm ki, sən indi bu döngülərin içində buna görəsən də sən birdən-birə özü daha yüksək levelə qaldırmısan sənətdə dəyişməklə. Yəni elə bir şeylər də o informasiyada yəni hazır kodlaşdırılıb da, bildiniz necə ki, siz bayaq deyirdiniz, tövbəni yazı ilə yazırıq. Yəni ümumiyyətlə bu yazı çox önəmlidir. Yəni sən ona heç fokuslanmasan belə bu yazı çox şey dəyişir. Çox şey dəyişir. Çünki sən özünü
yönəldirsən məhz o Hə, istiqamətə. orada da bir möhürlənir də artıq, yəni hazırdır. Yəni həqiqətən də informasiya və enerjinin insanın həyatında rolu birinci nömrədir. Ondan sonra artıq siz deyən kimi maddiləşmə gəlir. Yəni belə deyək, o sifariş olunur, layihəsi hazırlanır. Hətta belə bir arzularımız olur ki, biraz keçəndən sonra gəlir, biz deyirik ki, bunu niyə edirəm, mən o vaxt düşünmüşdüm. Sən düşünmüşdün, amma orada hazırlanıb axı. Bizdə Vahid müəllim həmişə deyirdi ki, istənilən düşüncə, yaxşı düşüncələr qabağa salınır. Pis düşüncələr maksimum çalışılır ki, dala çəkilsin, dala çəkilsin. Bəli. Sən artıq dirəşəndən sonra göndərilə ki, digələ. Özün istədin də, yəni. Yəni, həqiqətən də bunu infosomatik, belə deyim, baxış açısı ilə, həm nəzəri, həm praktik görmək olur. Siz deyən o qorxuları, blokları, stressləri, keçmiş travmaları. Yəni, izləyicilərimizə də sadə şəkildə, yəni bundan asan və belə deyim, rahat və icra eləyəcəyiniz bir texnika yoxdur ki, bunu da istəyirəm həm bizim, həm Sahib bəyin izləyiciləri özləri eləsinlər və şahid olsunlar ki, nəyi necə təmizlədilər. Məsəl üçün, düşünün ki, hansısa bir hadisədir, baş verib, o sizdə bir stres yaradıb. Sadə bir kibrit çöpünü götürürsünüz, pinsetlə sadəcə şamın üstündə o şeyi xatırlayaraq sadəcə belə yandırın, amma sonra da bir dünya görüşünüzdə dəyişin də onu ki, yəni ki, mən burada artıq o məsələyə elə baxmıram. Mən balaca uşaq idim, onda ağlamışdım, onda üzülmüşdüm. Artıq mən böyümüşəm, o şey mənim üçün neytrallaşıb, sıfırlaşıb. Və o spitskan, o kibrit, belə deyim, gəlib kibrit yerinə çatanda, o yanan hissəsinə çatanda, yəni o işıltı artıq sizin o şeyi həll eləyəcək. Bəli. Şeyi dəyişəcək, proqramınızı dəyişəcək. Yəni, keçmişi silmək texnikasıdır. Götürün, tətbiq eləyin. Gedməyin ora, bura, öz-üzərinizdə işləyin, başlayın. Sadədir, yəni bu şeylər sadədir. Bizim adı o can sağlığı paketində cizgi filmlərdir. İndi göndərərik, tanış olarsınız, cizgi filmidir. Mənim körpü uşaqlarım qızdırmalı olanda, nə bilim, xəstələnəndə, düzdür, həyat yoldaşım o barədə biraz belə inamsız yanaşır. Əslində içindədir məsələn, hər şeyi bilir, sadəcə yenə də uşaqdır deyənə qorxur da. Deyirsən, indi bunlara dərmansız, iynəsiz sağaldacaqsın. Deyirəm, götürürəm qucağıma, televizorda qoşuram texnologiyaları, 5 dəqiqə, 6 dəqiqədir. Oturur qucağımda baxır, deyirəm, qızdırmasını ölçmüş idi, 38-39. Göstərirəm, bax, düşdü, gördün, yatdı. Subut edirsən. Hada yatdı. 6-cı texnologiya bir 10-12 dənədir, 6-cıda artıq uşaq yatdı. Uşaq ümumiyyətlə cizgi filminə real baxır axı. Biz yox, belə baxırıq ki, görürsən burada nə göstərirlər. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun. Çox gözəl bir sözdür, onun daxilindədir, içindədir. Ümumiyyətcə, bu həqiqətən də belədir. Hər bir insanın daxilində çox şeylər var. Biz sadəcə olaraq bu günləri məlumatsız olduğumuz üçün düşünürük ki, yox, mən hansı üsulu bilirəmsə, yəni hansı üsulu mənə anam, qohumlarım təqdim edibsə, o ilə də getməliyəm. Ümumiyyətcə, bu günləri biz çox şahəli baxmalıyıq. Enerjini bədənimizdə qaldırmağın bir üsulu da odur ki, mən deyərdim hətta ən önəmlisi, o neyəsə biz inamsız yanaşırıq, onda insan sanki sönür. Bax, sən hansısa varlığı, hansısa bolluğu və yaxud arzuladığın insanı həyatına gətirmək istəyirsən, amma inanmırsan. Bəli. Yəni, özün özünə inanmırsan. Bloklayırsan da onu artıq, özün bloklayırsan. Özün bloklayırsan, çünki beyin onu başa düşmür. Sən deyirsən ki, mən bunu eləyə bilmərəm də, bu mənim üçün deyil. Sənin beynin onu elə başa düşür ki, bu ümumiyyətlə sənin üçün deyil də, o qapını bağladın. Evet. Sonra da deyirsən ki, başqasının vaxtı gətirir, mənimki gətirmir. Çünki başqası daha çox işləyir onun üzərində. Çalışır, gedir, gəlir. Dualar çox önəmlidir. Mən hər zaman öz təcrübəmlə danışıram da. Mən, misal üçün, o dindir, namazdır, o çox gözəldir. Amma sən oturub Tanrınla
kontakta girəndə, onu misal üçün mən meditasiya zamanı edirəm də, inanılmaz güc adama gəlir. Bax, həmən o güc də enerjidir. İşığa qoşulursan. Əlbəttə, ümumiyyətcə, bu günləri hamı dindən danışır, İslamdan danışır, amma biz qorxuruq. İşimizi itirməyə qorxuruq, insanlardan qorxuruq, pulsuz qalmağa qorxuruq, hər şeydən qorxuruq. Tanrısına həqiqətən inanan insan, onun heç bir qorxusu olmamalıdır. Bəli. Çünki adi şuursuz heyvanda küçədə yeməyi tapır. Yəni sənin şuurun var. Sən əlbəttə acda qalmayacaqsan, pulsuz da qalmayacaqsan. Sən bu gün nədən qorxursan? Orada başqa qorxulardır əslində. Orada maddi dünyanın bizə verdiyi o status qorxularıdır. Orada ego qorxularıdır. Həm də bacarıqsızlıq qorxusu da var. Bacarıqsız. Əlbəttə o bizim enerjilərimizi alır. Ümumiyyətcə mən elə düşünürəm ki, dualarımızda, arzularımızda elə dua etməliyik də. Siz Tanrısından nə isə istəyən insanlar fərqlənir. Elə insan var, onu elə istəyir. Onun ruhu tərpənir də, belə deyək. Onun daxilində elə duyğular yaranır. Sanki bir varlıqdır. Yəni ümumiyyətcə Allah Taala o deyirlər ki, hər bir insanın içindədir də, daxilindədir. Bunu çox fəlsəfələr də təsdiq edir. Biz onu necə bilirik? Məsəl üçün hansısa bir nalayiq, günah bir işi gördükdə sanki içində sənə bir hiss yaranır belə ki, sən düz eləmədin. Düz eləmirsən, eləmə. Səni belə soyuq tər basa bilər. Yəni onu sənin bədənin sənə hiss elətdirir. Yəni bu həqiqətən də belədir. Bu günləri biz əgər dua ediriksə, yəni elə etməliyik. O gözümüzdə yaş olmalıdır. Baxın, mən elə düşünürəm, onda Tanrı səni eşidir. Onda əlbəttə ki, sənin əgər əməlin xoşdursa, sən bu günləri elə bir, yəni pis niyyətlə yanaşmırsan da, cəmiyyətə xeyir, insanlara xeyir gətirməklə özünə xeyir gətirirsən, zənginləşirsən, enerjilərin artır. Yəni mən belə düşünürəm. Biz bu yaxınlarda bir izləyicimiz yazmışdı. Deyir ki, bəs deyirlər ki, Allaha qovuşanda ya Allahla vəhdətdə olanda, yəni belə bir şey, ondan sonra arzular qəbul olunur. Mən də yazdım ki, Allaha qovuşandan sonra insanın hansı arzusu qala bilər ki, yəni sən artıq oradasan da, yəni sən artıq hər şey əlindədir, yəni sən bundan sonra nə istəyə bilərsən. Qaldı ki, o travmalarla bağlı bir misalda deyim, ən böyük zərbələrdən də bizə əslində müasir dünyanın təhsil sistemi vurur. Yəni bizi nə qədər də yetişdirsə, bizə bir də fərdi yanaşma olmur, bir də heç olmasa hissələrə ayrılma olmur. Nə mənada? Məsəl üçün, təbiətdə necədir, meşədə necədir? Yəni siz bir quşu balığı üzməyi və yaxud da ki, balığın quşa uçmağı öyrətməyini görə bilməzsiniz. Sinifdə də o uşaqların biri qartaldır, biri ilandır, biri balıqdır, biri nə bilim fildir. Yəni bu filə sən uçmağa öyrətməyə çalışanda, ki, o uça bilməyəndə artıq onda travma qalır ki, mən bu şeyi bacarmıram və yaxud da kimsə qarışqadır. Biz o fərdlərə əslində təhsilin başlanğıcında bütün uşaqlarımıza bunu deməliyik ki, sən ola bilsin ki, səndə riyaziyyat çətin alınır, ola bilsin fizika sənə çox da çatmır, amma sən gözəl şeir deyirsən, sən çox gözəl xəttin var, çox gözəl yaza bilirsən, intonasiyan möhtəşəmdir, sən incə sənət adamısan. Məsəl üçün, mənim öz bacım uşaqları var, indi 2 bacım uşağı var, ikisi də oğlan uşağı. Biri konkret, sizinkilərlə birgə, konkret bu maşın xəstəsidir. Yəni demişəm ki, bunu yönəldin orada, bu uşaq maşınla yatıb durur. Bunu siz başqa hansı sahəyə aparsanız, o itib batacaq. Amma bunu aparın, salın o profilaktoriyanın içinə, orada yağın içində belə, o ləzzət, xoşbəxtdir. Siz bundan alim eləməyə çalışın, olmayacaq. Bu maşın, bunu ya maşın salonu, pulunuz varsa maşın salonu açsın, orada maşın satsın. Ya da ki, atın profilaktoriyanın içinə, orada xoşbəxt olsun.
Digəri isə yaradıcıdır. Özündən kağızdan, nə bilim o indi Lego falan çıxır da bizim uşaqlığımızda olar yox idi. Legonun özü bir var, özündən nəsə yığırsan. Bir də var ki, heç bir şey yoxdur, özün ondan nəsə yığırsan da. Yəni o cür fantaziyası var. Deyirəm, bu artıq memar deyince sənət adamıdır. Sən bunu aparıb salma o əzbərçiliyə. O oturmur ora. Yəni əslində bizə bunları deyən olmayıb. Mən də məsəl üçün bütün təlimlərdə də hər bir yerdə deyirəm. Bizim oxla ilə böyüyən. Hə, nəsillik. Nəsillik. Yəni hər bir izləyicilərimizin hər birinə deyirəm. Siz hər biriniz dahisiz. Hər birinizin potensial istedadı var. Sadəcə onu üzə çıxartmaq üçün şərait yaranmayıb, mühit yaranmayıb. Siz onu tapmamısınız onu. Məsəl üçün mən bir şey deyirəm ki, mümkünsüz haqqında dediniz. Deyirəm ki, bəlkə də çoxumuzun başına gəlib, insanın arxasınca it düşəndə, nə bilim canavar düşəndə, ayı düşəndə o düz divara çıxa bilir. Və dostlarımızdan biri qayıtdı ki, Allah and olsun, mən çıxmışam. Yəni indi kimə desən ki, sən düz divara çıx, deyəcək, olan bura necə çıxım? Burada söndürür ki, ora necə çıxım? O mümkündür düz divara çıxmaq. Çox gözəl misaldır. Onu bizim mövzumuza yəni mən bağlayıram. O həqiqətən həyatda da elədir. Baxın, elə insan var, həqiqətən o qədər istəyir gecə-gündüz. O doğrudan da ona nail olur. Amma elə insan da var, deyir ki, hə mən istəyirəm, amma belə sanki yanına bir vergül qoydu və salam. Yalnız deyir də, yəni nida qoymur da, vergül qoyur. Hə, çox belə geniş formada. Yəni heç arzusu, fikri bəlkə də bir 5 dənə sual versən, görəcəksən ki, heç o deyil də. Yəni adam həqiqətən başqa şey sən demək istəyir. Prosta özünü çaşdırıb, hamını da çaşdırıb ailəsini filan. Biz nəyisə istəyəndə də o qədər güclə istəməliyik. Belə həqiqətən bütün diqqətimiz orada olmalıdır. Fokuslanmalıyıq orada, inanmalıyıq. Hətta gəlib marketdən çörək alıb gəlmək kimi. Bəli, o qədər sən əminsən ki, onu gedib alırsın. Biz bu doğru yola doğru səhifəsini məhz hələ getmişik. Bizə ətrafda həmişə belə gülürdülər də, yəni belə ki, bu bilgin kimdir qəbul edən. Mən dedim ki, bizim indi bir yaxınlarda inşallah həqiqətən də saytımız açılacaq. Dedim, bizim saytımız da olacaq, bizim izləyicilərimiz olacaq, bizim müştərilərimiz olacaq. Biz ölkədə bir nömrə olacaq. Bəli. Baxın, mən indi siz danışa bir məsələ yadıma düşdü. Mən ümumiyyətlə yoqaya başlayanda mən otururdum, hər gün səhər 6-da dururam, meditasiya edirəm, sonra otururdum bax o masada, işləyirdim, mənim kağızlarım var idi. Arzularımı yazırdım, niyyətlərimi yazırdım. Mən filan ildə özüm üçün nə istəyirəm, nə edirəm. Elə bir ki, qısa danışım, oturub deməli günlərin bir günü səhər yazıram, bir böyük kağızda yazmış, belə fiqurlar çəkmişəm, güya insanlardır, belə yüzlərlə insan və ortada mən durmuşam, elə ki, mən bunlara yoga dərsi keçirəm, özümü belə təsəvvür edirəm, mən yoga müəllimiyəm, yəni kənardan məni kimsə izləsə, yaxşı ki, mən tək yaşayıram, mənə rəy verən yoxdur da. Amma kənardan, yəni mənim anamdır, qardaşımdır, deyər ki, bunun başı gedibdir. Yəni adam indi psixoloji problemi vardı, nə edək, qoy belə yaşasın. Oturmuşam bu şeyləri yazıram. Təxminən 3 gün mən onun üzərində işləyirəm, deyirəm ki, sən mənim dəftərlərim doludur da, sən ən məşhur olacaqsan, sən belə elə məşhurluğa çatacaqsan ki, yəni mənim əslində bunu alovlanmağım odur ki, qoy insanlar maariflənsin. Baxın, mən heç vaxt pulu düşünmürəm. Heç vaxt. Ümumiyyətcə sizə də tövsiyə etmirəm. Hansısa bir sənətə başlayanda pulu düşünəsiniz. O bir uçurumdur. O haqda mən də deyəcəm. Siz fokuslanırsınız pula. Yalnız, baxın, nəyə görə bu günləri Fix maaşa. Çox yoga müəllimlərinin bu günləri uğuru yoxdur, tələbələri yoxdur. Çünki insanlara pul kimi baxırlar. Mən bu günləri tələbə gəldi, hə, at, nə bilim, filan məbləği kartıma. Yox, sən onlara sevgi gözü ilə baxacaqsan, sən onlara sayğı ilə, sən onlara elm, bildiklərini öyrətməyə çalışacaqsan ki, o insan səni dəyərləndirsin. Bütün sahələr belədir, tək yogadan gelmir. Baxın, elə adam var ki, misal üçün dırnaq ustasıdır, müştərilər əlindən yanına düşmək olmur da. Sənətkardır da. Sənətkardır, işini sevir, o çox belə, onda enerji var, maraqlı söhbətlər edir. Amma elə usta da var ki, baxırsan, 7 dənə sertifikatı var, amma müştərini şeylə axtarır da, binokla axtarır.
Qayıdım öz mövzuma. Deməli, oturmuşam, onu yazıram. Bir də baxıram ki, saat təxminən 10-dur, 11-ə işləyir. Mənə zəng gəlir, telefon qarşımdadır. Bir dənə festival təşkil olunur, Citizen-də adı. Deməli, ora Şəkidə böyük bir festival təşkil olunur. Məni ora dəvət edirlər təlimçi olaraq. İndi telefonu açmışam, xanım deyir ki, biz sizin səhifənizi gördük, bəyəndik falan filan. Biz istəyirik siz filan ünvanda, filan tarixdə gələsiz bizə təlimlər keçəsiz, 200 adam olacaq. İndi mən bu səsi eşidirəm belə, mənim gözümdən bir yaş gəlir. Mən başa düşürəm ki, yəni necə də bu işləyirmiş də, bu sənin arzuların, sən onları formalaşdırırsan, yazırsan, yollayırsan Tanrının, Yaradanın, Allahın qarşısına ki, bu mənim istəyimdir bugün səndən və məni onun qarşıma çıxart. Mən onda anladım ki, necə də, yəni bilsiz insan necə ruhlanır, necə güclü olur. Biz sən bəşəriyyət üçün özü lazımlı hesab edirsən. Bəli, insanlar xırda uğurlarını unudurlar, fikir vermirlər. Amma bu bir haqsızlıqdır. Yəni, sən bilmirsən xırda uğurdan sonra səni hansı böyük uğur gözləyir. Və yaxud o küçədə sən bir pişiyə yemək verirsən, və yaxud kimsə sənə yaxınlaşır, deyir ki, ehtiyacın var, nə bilim, görürsən də, yəni adamın həqiqətən də ehtiyacı var. Sən ona neyinsə paylaşırsan, neyinsə pul verirsən, yemək alırsan, sən bilmirsən sabah sənə nə gözləyir. Çünki o bir imtahandır. Onun sənə ümumiyyətcə təsadüfi yoxdur da, indi sizin elmdə də, mənim elmimdə də. Əslində elmdə yaranışda təsadüf yoxdur, yaradılışda yoxdur. Heç neydə təsadüf yoxdur, dostlar. Ümumiyyətcə ardıcıllıq var. O qədər çox hər şey mürəkkəbdir. Sadəcə olaraq biz diqqətli olmalıyıq həyata qarşı. Biz o şeyləri görməyə başlayaq. O necə bir insan var ki, baxırsan, məhəlləsində gözəl ağacları var, amma o heç vaxt başını qaldırıb onlara baxmır, görmür. Amma bir gün onlara fikir verəndə deyir ki, mənim məhləm nə gözəl imiş. Bizim məhəllədə ağac da var imiş. Ağaclar da var imiş. Həmçində həyat. Bu günləri hətta o siz küçədə gezirsiniz, iki insanın dialoqunu eşidirsiniz və sizin çoxdan axtardığınız sualınıza o insanın danışığında cavab var. Yəni o qədər hər şey belə diqqətlə yanaşmalıyıq da. Öz bədənimizə, əgər sağlam olmaq istəyiriksə, danışdığımız sözlərə, çünki hər söz bir mesajdır, o bir karmadır. Əgər biz bu günləri pis niyyətli danışırıqsa, kiməsə qarşı plan qururuqsa və yaxud söyüş istifadə ediriksə, o sənin hamısı qayıdır özvə. Yəni bu bizim enerjimizi çox alır bu günləri. O sözdə qüvvət, biz elə bir ki, bayaq dediyim kimi elə bu ərəfələr idi də, artıq çəkilişləri falan başlamış. Bir ildə cəmi biz bu fəaliyyətə başlamışıq belə canlı olaraq. Belə 2012-ci ildən yazılı şəkildə bayaq dediyim kimi paylaşımlar eləyirdik və o vaxtdan bu günə mən həmişə deyirdim ki, biz daha geniş kütlələrə çıxacaqdı. Yəni bu yaracaq bu qaranlığı və elə çəkilişləri elədik. Bayaq o dediniz ki, gözüm doldu. Deməli elə aprel ayı idi da, səhv eləmirəmsə, zəng elədilər. Bir gündə özdə, eyni gündə həm bu webinar az var oradan, həm Sağlam Həyat podkast yerinə ikisi eyni gündə zəng elədi ki, bəs biz istəyirisindən biri webinar istədi, biri çəkiliş istədi. Mən siz deyən kimi gözüm dolmuşdu, yəni gələ-gələ gəldim həyat yoldaşıma göstərdim ki, bax, yəni o da belə spesifik yanaşırdı ki, yəni şübhəli yanaşırdı ki, mənə görürdü mən necə canımı qoyuram da bu işə. Əsasən bu üçlükdə, yəni əsas da Habil. Deyir ki, Habil deyir, gecə-gündüz yatmır, sən o boşaltdırarsan deyir. Deyir, mən sənə bir təhər dözürəm, o elə o qədər şey eləmədə. Görür ki, biz necə bu canımızı qoyuruq bu işə, sevirik də. Siz deyən ki, biz orada pulu ümumiyyətlə düşünmürük. Yəni, pul məsələsi yoxdur, heç ağılda yoxdur ya. Sadəcə iş var, yaradıcılıq var, bunun axırına nə qoyaq? Onu necə eləyib, bunu necə eləyib, Heydər də həmçinin, bunu belə çəkəcək. Arkadaş, mən Cameron'san, sən kimsən, mən DiCaprio-da öyrəmə, sən məndən artist düzəltməyə çalışma da. Və siz deyən kimi, bunlar baş verdi və bunun baş verməyinə nə gətirib çıxartdı? Bir videomuz var, milyonunu keçib də izləməsi, sual cavabı, mən baxmışsınız ona yox.
qayanın üstündə şey olsa göndərərəm baxarsın. Heydər deyir ki, bəs mən suallar hazırlayım. Siz də ona, sən də ona cavablar ver də. Belə bu götürdü sualları belə özü üçün vərəqdə yazdı. Mənə belə vərəqi uzadanda dedim, yox Heydər, qoy qalsın birbaşa. Deyir, amma bir sözlə cavab verəsən, cümlə 2 saat danışmayasan. Mən bir dənə sual verirəm, ona bir dənə cavab. Bir dənə sual, bir dənə cavab. Tamam da, elə eləyək, elə çəkək. O video milyonu partlatdı. Hazırlaşmadan, plansız sualları çəkiliş yerində yazıb ha. Yəni əvvəldən də hazırlamayıb. Yəni baxırsan ki, sənin belə deyim, o planlı, oturub belə düzüb boşmaq istədiyin şeylər alınmır. Bədahətən belə rahat şəkildə buraxdığın ki, nə olar. Necə olar. Yəni sən işini gör, burax. Gör o proses necə. Axışda olmaq. Hə, yəni bizim o əvvəldən məsəl üçün uşaqlara, hətta bizdə digər yoldaş Arif qardaşımız deyirdi ki, bəs gedək pul ödəniş eləyək, podkastlara çəkək, reklamlar verək ora-bura. Mən dedim ki, tamam da, get qiymətini öyrən, görək neçədir. Öyrəndi fərqli qiymətlər. İndi ki, mənə podkasta çağırdılar, dedim ki, Arif, büdcəyə plus bu qədər. Sən bu qədər verməliydik, vermədik də, yəni elə ki, büdcəyə bu qədər biz pul qazanmış olduq. Yəni gördüm, mən də bilsən nə deyirdim? Bu biraz ego kimi səslənə bilər, amma bunu hamıya məsləhət görürəm. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Elçin qiyası ilə quyuya enerji tökməklə də olmaz. Zərrə içində zərrə, ruhun səndən nə istəyir? Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Arzuların gerçəkləşməsi texnikası və xoşbəxtlik formulu adlı vebinarlarımızı əldə edə bilərsiniz. Deyirdim ki, bilgi məndədir. Bu şey ki məndədir, bu hansısa sizin bir istedadınız ola bilər. Siz qapı-qapı düşməyin, qoyun sizə gəlsinlər. Sizə mütləq gələcəklər. Siz bir fərqlilik, bir yaradıcılıq ortaya qoyun. Eyni sahə, bizim də sahədən məşğul olan insanlar var da. Yoga ilə də məşğul olan var, infosomatikanın başqa adı ilə koçluq eləyənlər də var. Hərənin öz izləyicisi, öz toplumu var da. Yəni, o dalğanı öz ruhlar tutur da, məsələn, onsuz da. Bizdə də şərhlər yazırlar ki, bilmirəm niyə, amma mən bu səhifəni də çox sevirəm. Çünki ruhu çəkir. Hə, tutub da dalğanı. Bəli, siz də istənilən bir arzunuzu mümkünsüz heç nə yoxdur. Heç nə. Tək ki, siz ora əlinizi, qolunuzu çırmalayıb, o xəmiri yoğurun, enerjinizi, siz deyən kimi o sevginizi, eşqinizi tökün ora. Bəli, bir pərvanə olun onun arxasında, o mütləq bar verəcək. Yəni, qulluq edilən ağac, bağ mütləq bar verir. Oturub gözləməklə olmur. Biz ona fokuslananda, ora sevgimizi, istəyimizi, biliyimizi, yəni qatırıq və başlayırıq, fokuslanırıq o işə. O bir mənalı bar verir, bir mənalı. O təbiətdə də biz bu günləri alma ağacının toxumunu əkib birdən-birə, yəni bar ala bilmirik də. 2 il, 3 il vaxt keçməlidir ki, yəni bunu artıq bizə təbiət deyir. Və biz təbiətə məxsus məxluqlarıq da. Yəni insan şuurlu məxluqdur. Təbiətin bir hissəsidir. Təbiətdən yaranan bir hissədir. Ona görə də yəni təbiətdən çox şeylər ümumiyyətcə götürə bilərik. O adi misal üçün budaq, elə insanlar var, onlar müəyyən dərəcədə biraz kobuddular düşüncələrində, yumşaq deyirlər və öz egolarına əsaslanaraq müəyyən uğurlara da çata bilmirlər. Çünki bu günləri elastik olmaq lazımdır. Sən hər insanın öz yanaşması var, onun yəni hər insandan eyni qaydada, eyni səviyyədə ola bilmərsən. Ağacı da birdən-birə budağı sən əymək istəsən, o qırılar. Amma sən onu yavaş-yavaş əyəndə istədiyin formanı əldə edə bilirsən. Bu da çox önəmlidir. Bəzi hallarda biz deyirik ki, yox, mən getdim, filan insan mənə başa düşmədi, qəbul etmədi. Baxır, sən öz üzərində işləməyə başlayırsansa, sən otur analiz et. Sən o sözü orada necə demisən? Sən həmən günü necə geyinmişdin? Özün hansı enerjidəydin? Yəni o insanın sənə borcu yoxdur. Səni otursun, qəbul eləsin, götürsün yanına falan filan. Öz üzərində işlə. Yəni bunu travma olaraq qəbul etmə. Bu günləri uğursuz insanın
problemi odur ki, o oturub yalnız şikayət edir. Bəli. Nə Yəni uğursuzluq şikayətdən başlayır. Başqasının bəxti gətirdi, mən uğursuzam, mən daha bilikliyəm. Yox, sən bütün qapılar çoxdur. Sən bir-iki qapını döymüsən, o qapını sənə açmayıblar. Sən Sənin nə deyildi də ora? Sənlik deyil idi. Sən bəlkə sınaqdasan, bəlkə o 6-cı, 7-ci qapıda səni elə bir uğur gözləyir. Sən yəni heç ağlıma gətirmirsən. Sözlü qüvvət, mən 15 il çalışdığım bir yerdə çox çalışdım ki, işdə qalım, yəni alınmadı və başqa işlərə də başvurdum, onlar da alınmadı və axırda evdə mən artıq gəldim, dedim ki, mənə başqa yerdə işləmək olmaz. Vəssalam. Ya buradan qazanacaq, ya da azından öləcəyik. Vəssalam. Yəni artıq bütün əlamətlər bunu göstərdi. Yəni bütün hər bir şey, mən bu bilgiyə sahib olmasaydım, mən başımı itirərdim. Mən başımı itirərdim ki, necə mən işsiz necə qalım, necə mümkün deyil. Yəni bunu hobbi kimi, mən artıq qaydaları bilirdim. Artıq mən necə deyim, bütün o yaranışın və informatik o bütün çərçivələri bilirdim ki, məsələ nədir? Mən artıq elə bir səviyyəyə gəlib çatmışam ki, mən artıq bu səviyyədən aşağı icazə verilmirlər işləməyə. Qoymurlar. Düşməyə qoymurlar. Yəni bayaq dediyimiz kimi ki, pul hədəf olmalı deyil. Pul üfüqi müstəviyə aiddir. Yaradıcılıq isə şagüliyə, yəni ruhi müstəviyə aiddir. İnsanın hədəfi, ruhi, yəni yaradıcılıq olmayanda, pul olanda, o yerə sürünən bir obraz kimi alır. Ona görə də bir çox yüksək ruhlar o pul qazana bilməməklərinin səbəbini tapa bilmirlər. Sən işinlə məşğul ol da. Mən uşaqlara həmişə deyirəm ki, baxın bizim sənətkarlara. Kaman çalan Habil Əliyev, Tarzənimiz, nə bilim, digər o sənətdə uğur qazanan adamlara bir dənə baxın. Onlar heç biri pulun nazı gelmir. Onlar pulu düşünməyiblər. Hə, düşünməyiblər. Elədir. Həqiqətən də onların həyat hekayəsinə baxanda görürsən ki, onlar pula qaçmayıblar. İşlərini, sənətlərini seviblər. Onlar sənətə qoyublar, hətta çoxsunun həyatında da uzun müddətli çox belə şey deyim də, imkansız dövrlər yaşayıblar. Bəli. Keçiblər oranı, qalxıblar sənətdə yuxarı, vəssalam, pul başlarından axır. Alim Qasımov bizim gözəl sənətkarımız. Düzdür, biraz belə böyük çıxar ki, mən desəm ki, mənim tələbəmdir. O keçən dəfə bir söz danışır, deyir ki, mən gedib fəhlə işləyirdim, təzə ailə qurmuşdum. Yəni həqiqətən çox belə... Bəs mən o həyatını bilirəm, amma bilirəm ki, o yolu keçməli idi. Hə, deyir ki, fəhlə işləyirdim, təzə ailə qurmuşdum. Bilmirəm, nəysə başladım, deyir, belə yavaş-yavaş oxudum, belə işləyə-işləyə oxuyurdum falan. Sonra nəysə qaynatan və yaxud nəysə belə mənə dəstək oldular, neynədilər. Bu günləri, deyir, mən deyir, o qədər sevdim, deyir. Mən deyir, işləyə-işləyə, amma deyir, yalnız oxuyurdum da. Yəni bu daxilindən yaranan, amma o qədər çətinliklərdən keçib. Yəni həqiqətən də keçməlidir, o ruh keçməlidir. Nə pulu düşünüblər, dahi yəni bu tək bir adama aid deyil də ümumiyyətcə. Çoxluqda elədir. Nə pulu düşünüblər, nə şan-şöhrəti düşünüblər, amma sən o sevgi ilə, o sayğı ilə yanaşanda sənədinə görürsüz, sənə pul da gəlir, şan-şöhrət də gəlir, tanınırsan da. Hədəf uğura, yüksəyə, yüksəliş olmalıdır. Yəni yanında onsuz da pul gələcək. Pul olanda sən elə aşağıda da bir pul gəldi, getdi, sən artıq düşəcəksən, o ruhdan düşmək kimi düşəcəksən. Amma o illah da o layihənə, proyektinə, mən məsəl üçün bizim bir vebinarımız keçirdi, arzuların həyata keçirilməsi, arzuların gerçəkləşməsi texnikası. Əslində mən orada texnikadan çox bunu izah eləməyə çalışdım insanlara ki, siz deyəni ki, yəni mümkündür. Blokları atın qırağa, yoxlayın da, sadədən başlayın. Sadədən başlayın. Sadədən başlayın. Deyəm, məsəl üçün, mən dayanacağa çıxanda mən nəqliyyat gözləmirəm. O dəqiqə gəlir. Nəssalam. Ya da ki, maşınla gedirəm harasa, mən parkingi düşünmürəm. Orada mənim yerim var. Bu çox gözəl mövzudur həqiqətən. Çox insanlar, onlar artıq öz istəklərini bağlayırlar və sonra deyirlər ki, bu baş vermədi də. Əlbəttə baş verməyəcək. Çünki sən oranı möhürlədin, o qapını bağladın. Harasa gedirsən, deyirsən ki, yox, bu elə bir ərazidir, misal üçün, şəhərin mərkəzi ola bilər. Orada mümkün deyil də maşını saxlamaq.
sən gəlirsən, sənin üçün mümkün olmur. Bəli. Amma kim ki ora düşünülməmiş gəlir belə, heç parkingi düşünmür də. O da yer tapır, saxlayır. Bu bir misaldır. Amma həqiqətən də elədir. Biz nəyə inanırıqsa, nəyə görə Ağ şəhərdə mənzil mənim üçün olmasın? Hər şey mənim üçündür. Və yaxud bilmirəm, Sibirizdə hansısa bir villa mənim olmasın. Hər şey mənim üçündür. Mən dünyanı da səyahət edəcəm. Mən bu günləri fokuslanıram öz işimə, öz enerjilərimi yönəldirəm ora, işimi sevirəm, işləyirəm üzərində. Sənə uğur elə gəlir. Yəni bilirsiniz, Tanrı o sənin daxilində olan niyyətlər var, onları eşidir. Çünki o sənə hər bir hüceyrəndən yaxındır da. Yəni bir göz qırpımında sənin yanında olan, çünki səni o yaradıb, səni o idarə edir, o daxili enerji, o sənin niyyətlərini hiss edir. O yenə də deyirəm, 3 dəfə hac ziyarətinə gedib gəlməklə deyil, mən 3 qat hac çempionuyam. Baxır sənin o içindəki əməllər nədir? Sən bu günləri kimə yardım edirsən, kimə kömək edirsən? Ümumiyyətcə, baxın, o xəstəliklərdir. Çox insanlar, mən çox üzr istəyirəm, bunu da deyəcəm. Dünənləri anam gildəydim. Anam qardaşım, yəni belə klassik negativ düşünən insanlardır, sovet insanlardır, belə deyək. Onlar mənə danışırlar ki, bax, Flankes deyir, rəhmətə getdi. Flankesin ayaqlarını kestilər soyuqda. Bax, anam deyir ki, qalın giyin. Həmən o adam, deməli, soğuqda neysə buzda gezdi, ayağını kestilər, neysə Rusiyalı mənim çempiondur, nədir? Bu yaxınlarda olub. Adamın deyil, milyonları var idi, ona o heç nə kömək eləmədi, nə bilim, belə bahalı avtomobillər sürürdü, neynirdi? Qardaşım da deyir ki, özümə yaxşı bax, yəni başla. Yəni, düşünün, zehinləri yalnız, bu bizim bütün mamalar, bibilər, hamısı belə düşüncələrdə. Yəni, bir tərəfli baxırlar problemə. Sənin başına bu hadisə gəldi, sən özünü qoru, gəlməsin. Mən indi əlbəttə ki, onlarla nə müzakirə etdim, bu bir faydasızdır, dostlar. Əgər insanda konkret olaraq bir fikir formalaşıbsa, sən onlarla o müqayisəyə girirsən, sənin enerjini alırlar, səni yorurlar. Sən düşürsən aşağı. Sən düşürsən aşağı. Hər zaman o yoqaya yeni başlayan insanlara mən deyirəm ki, danışmayın bu barədə, danışmayın. Mən də eyni şey. Bir ay, 2 ay... Təlimlərdə həmcə dedim ki, heç kimin yanında işlə danışmayın. Başqaraq ki, baxacaqsın. Bizdə çox, o Sadhguru'nun bir sözü var. Deyir ki, hər gün ərzində dünyanın ən belə uğursuz insanı sənə necə uğurlu olmağı haqqında məsləhət verəcək. Bu həqiqətən də belədir. O ucuz, pulsuz məsləhətlər ətrafda çoxdur. Özlərini alim sayan insanlar baxırsan öz həyatı darmadağındır, amma sənə deyir ki, yox, sən ailə qur, belə elə, elə elə. Dünənləri anam danışır, deyir ki, yəni bax, belə sən ehtiyatlı ol. Mən baxdım həqiqətən, yəni analiz etdim də bunların düşüncə tərzini, qardaşımın, anamın. Bir mənalı baxırlar məsələyə. Bir tərəfli. Bir tərəfli. Mən özümə deyirəm ki, bax, əgər sənin başına bu hadisə gəlibsə, xəstəliyi tutmusan və yaxud neysə ayaqlı amputasiya ediblər, sən bəlkə hansısa cəzanı almalısan, onu almısan. Sən o bahalı avtomobilləri sürürsən, o indi hansısa oliqarxdan danışırdılar da, yəni adam çox zəngindir, təyyarə falan, amma ayaqlarını kestilər. Özümə deyirəm ki, yəqin bu Allahın cəzasıdır. Yəni bu insan o təyyarəni və yaxud neyisə əldə etməkdəncə çoxlu başların üzərindən gedib də, belə bir söz var. İnsanların mənəviyyətini, haqqını tapdaya o milyonları əldə edib və bu günləri sən o cəzanı aldın. Mən bu məsələyə biraz başqa cür baxıram və həmişə başqa cür təqdim etməyə çalışıram. Mən deyirəm ki, başınıza bir şey gələndə buna cəza olaraq yox. Yəni bu nəyə görə oldu yox. Mən nə etmişdim ki, bu oldu yox. Mən nə etməliyəm ki, bu oldu. Yəni məni hara aparırlar? Nə etmək istəyirlər məni? Nəyi mənə göstərmək istəyirlər? Nəyə göstərmək? Yəni gələcəyə yönəlik baxın. Çünki cəza olaraq baxmaq anlayışı onsuz da var. Yəni onsuz da o başımıza gələn mütləq orada cəza qismi var. Amma digər tərəfini bizə heç kim demir. Biz tamam da bir şey elədim, cəzamı aldım. Bəs nə etməliyəm? Onu deyən yoxdur. Yəni biz razılaşırıq ki, bir şey pis bir şey eləmişdim.
Cəzamı aldım. Düşündüm ki, bu ilə bitdi. Bitmədi. Bitmədi. O xəbərdarlıq, cəza bizə nədir? Basırlar başına, sən yox olursan. Elədir. O Quranda tərcümə üzərindən bir ayə var. Deyir, əgər biz canlıların deyir hamısının günahlarına görə cəzalandırsaydıq, yer üzündə bir canlı qalmazdı. Hər şey bir-birinə çox bağlıdır. Ümumiyyətcə biz çalışmalıyıq. Mən sizə bir sual vermək istəyirəm. Baxın, bu günləri sizin məsləhətiniz, tövsiyəniz nə olardı bizim gənclərə, ümumiyyətcə sizin və mənim yəni bizə qulaq asan insanlara nə məsləhət görərdiniz ki, onlar daha uğurlu olsunlar, daha xoşbəxt olsunlar? Çünki insan həmin xoşbəxt olursa, o uğuru da görür. Yəni bu hamısı bir-birinə bağlıdır da. Zehin, bədən, enerji. Nə etməliyik? Nəyi düz etmirik? Onu bugündən saxlayaq, etməyək? Başa düşdüm. Bizim ümumiyyətlə insan olaraq və yaradılış olaraq bioloji, sosioloji və ruhi müstəvilərdən ibarətdir. Yəni bu üç siz deyən kimi də, yəni bədən, zehin və ruh. Yəni ilk növbədə biz onsuz da valideynlərimiz tərəfindən bioloji olaraq böyüdülürük. Bir yaşa çatdırılırıq, yeyirik, içirik, bir bədən forması alırıq. Sonra gedirik məktəbə, hansısa bir peşələrə yiyələnirik. Sosioloji bir həyatımız olur. Yəni o müstəvini də aşağı-yuxarı hamı hansısa bir formada həll eləyir. Problem odur ki, o üçüncü müstəviyə keçmirik. Biz elə qalırıq bioloji ilə o sosioloji müstəvilərin içində ki, yəni pul qazanım, yemək yeyim, ev alım, maşın alım, yatım, durum. Hə də, yəni bunu vallahi təbiətdə bütün canlılar bizdən yaxşı eləyirlər. Hər ildə bala çıxardırlar da. Yəni biz ömrümüzdə bir dəfə bala çıxardırıq. Onlar hər il bunu çıxardırlar, böyüyürlər, başa çatdırırlar və hər ildə yeni yuva qururlar. Yəni bu prosesi bizdən daha yaxşı eləyirlər. O üçüncü müstəviyə keçid baş vermədiyinə görə və ruhun maraqlarına xidmət eləmədiklərinə görə onların karyera o şeyləri nə olursa olsun orada alt-üst şeylər baş verə bilir. Yəni bu mən hamıya məsləhət görərəm ki, təbiət yönümlü dünya görüşünə malik olsunlar. Kitablar oxumasalar da, təlimlər keçməsələr də təbiətə baxsınlar. Görsünlər ki, təbiətdə nə necə inkişaf edir, nə necə böyüyür, nə necə rahatlıqdadır. Yəni, hansısa bir canlını yalnız qida üçün yaşamağını görənmərsən. Yalnız, belə deyim, yatmaq üçün yaşadığını görənmərsən. Onlar daima şəndirlər, xoşbəxtdirlər. Deyə bilərsiniz ki, onlar instinktiv heyvanlardır, reflekslərlə yaşayırlar və s. Amma bizə nümunədirlər də. Bizə nümunədirlər. Yəni, bizim xoşbəxt, uğurlu olmağımızın açarı ruhumuzun maraqlarına uyğun yaşamağımızdır. Çünki bizim sponsorumuz da, prodüserimiz də, enerji ayranımız da, bizim o keçmişdən gələn karmamızı bura gətirən də, onun həll olmasını istəyən də və gələcək təcrübələrə keçmək üçün bizə dərs verən də odur. Yəni, qarşımıza çıxardılan bütün hadisələr və insanlar bizə müəllimdirlər. Bir gözəl söz var, deyir ki, əgər bir şey səni öldürmürsə, o sənin müəllimindir. Başınıza gələn bəlalar, qarşınıza çıxan ən belə zay insanlar sizi öldürmürlərsə, onlar hətta valideynləriniz ola bilər, ən yaxın dostlarınız ola bilər, qohumlarınız ola bilər, iş yoldaşlarınız, müdürləriniz, kollektivlər ola bilər. Onlar hamısı sizi sizə göstərirlər. Sizin həyatınızda bir şeylər düz getmirsə, demək sizin içinizdə bir şeylər düz deyil. Sizi qıraqdan döyürlər. O qılınc haqqında da misalımız, kontentimiz var idi. Deyir, qılınc keçmişinə baxanda başa düşdü ki, daha doğrusu indiki halına baxanda, qılınc özünün indiki halına baxanda keçmişini xatırladı və başa düşdü ki, onu nəyə görə bu qədər döyürdülər? Gah soyuq suya soxub, gah da oda salırdılar. Yəni, bunu döyüb, bu qədər döyüblər ki, bu iti kəskin bir qılınca çevrilsin. Yəni, bizi də bu həyatda sağdan, soldan, əyri, üyrü yerlərimizi düzəldirlər ki, biz çıxaq ortalığa bir o kəskin qılınca çevirək. Ya Michelangelo'dan soruşublar ki, siz bu heykəlləri necə düzəldirsiniz? Deyir, işte, mən deyir, bütöv bir daş götürürəm, onun artıq hissələrini kəsib atıram, insan forması alınır.
Yəni biz də özümüzdən artıq hissələrimizi kəsib atmalıyıq. Əski yerlərimizi də özümüzə yapışdırmalıyıq. Və bu ancaq bilgi ilə və təcrübə ilə mümkün olur. Öz üzərimizdə işləyə-işləyə egomuzu biraz azaldırıq. Bu mövzu əslində çox genişdir. Mən düşünürəm ki, bu günlük izləyicilərimizlə bu günlük sağollaşaq. Çünki bu mövzu yenə deyirəm, biz otursaq səhərə kimi, onsuz da biz çəkilişdə əvvəl də, fasilədə də nə qədər danışdıq. Yəni bu bitən mövzu deyil. Bəli. Və bu xoşbəxtliyi, bu uğuru, bu möhtəşəmliyi, bu təbiətlə, yaranışla, vəhdəti bütün izləyicilərimizə arzulayıram. Yəni bunu sözlə, hansısa bir texnika ilə mümkün deyil yerləşdirmək. Bu həyat təcrübəsidir, bu bir fəlsəfədir, bu hoppalıdır canınıza. Canınıza hoppalıdır və siz bunun içində yaşamalısınız da, bunu izah eləyə bilmirəm. Əsl xoşbəxtlik odur. Bəli, yəni biz bu prosesin içindəyik və biz o Sahib bəy demiş, pulu düşünməyə vaxtımız yoxdur da, yəni sadəcə başımızı salıb aşağı işimizi görürük. Məsələn, necə ki, Sahib bəy bizi çağırdı bugün bu çəkilişlə bağlı. Eyni şeydə Sahib bəyi haralarsa çağırırlar və düşünürəm ki, bu həm Sahib bəyin izləyicilərinə, həm bizim izləyicilərimizə çox faydalı bir söhbət oldu. Yenə də davam eləyərik də. İnşallah, mütləq. Təşəkkürlər, çox sağ olun. Şad oldum. Sağ olun, sağ olun. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, İlkin Qiyası ilə Doğru Yola Doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlama bölməsindən oxuyun.